Kəşfiyyatçılar görünən cəbhənin görünməyən döyüşçüləridir. Onlar ordunun görən gözləri, eşidən qulaqları, vuran əlləridir. Onlar ən cəsur və ən ağıllı insanlardır. Qəhrəmanlar sırağından gələ-gələ Fərədzadə Toğrulun evinə gəldik. Hansı ki, özü üçün min cür əzəb-əziyyətlə tikdiyi, ailə qurub yaşamaq istədiyi şəhid evinə. İlk öncə Orxan müəllimin təşkilatçılığı və kollektivimiz ilə şəhidimizin mübarək məzarı üstünə gəlib dualar etdik. Ardıcan halal zəhməti ilə tikib, amma tamamlamadığı evinə getdik. Onun böyüdüyü, uşaqkən oynadığı həyətinə daxil olarkən hər yerdə ondan bir iz, bir xatirə var idi. Gözü yaşlı ana, boynu bükük ata qarşıladı bizi. Onlar bir qəhrəman böyütmüşdülər. Toğrul canlı düşünmədən yaralı yoldaşını çıxartmaq istəyərkən mərdcəsinə, qəhrəmancasına şəhadətə yüksəlib. Fərədzadə Toğrul Habiloğlu 10 oktyabr 1993-cü ildə Ağsu rayonunun Bicok kəndində anadan olmuşdur. O, Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrində gizli rütbəsində xidmət edirdi. 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Bugün biz Fərədzadə Toğrul kimi qəhrəmanların sayəsində azad torpaqlarda yaşayırıq. Onların fədakarlığı, onların sevgisi bizi bir xalq kimi daha da güclü edir. Şəhidlərimiz unudulmur. Onların ruhu daim bizimlədir. Ruhun şad olsun, igid əskər. Azərbaycan səni heç vaxt unutmayacaq. Ölümü hər kəsə dadılacaq. Yəni elə bir üstündür ki, hər baxımdan çıxacaq. Hər kəs bu dünyadan köçəcək. Amma bu dünyadan köçəndə iz qoymaq, şərəfli iz qoymaq, qəlblərdə yaşamaq heç kimə nəsib olmur. Bilirsiniz ki, Quran-Kərimdə də peyğəmbərlərdən sonra Allah Taala cənnətdə ikinci pillədə şəhidlərimizi bərqərar edir. Huzuruna gəlmişəm, ey gözəl Allah. Bu bəndən vətən üçün cihad eylədi. Təkcə nigaranam, yazıq anamdan. Mən öləndə görən anam neylədi? Mən öləndə yazıq anam neylədi?